Ruh da 3 hissədən ibarət subyektiv ruh, obyektiv ruh və mütləq ruhdan ibarətdir. Hegelin siyasi baxışları hüququn fəlsəfəsi əsərində şərh olunur. Hegelə görə dövlət şəxsi azadlıqları və mülkiyyətləri qorumaq üçün yaradılmayıb. Arthur Schopenhauer 1788-1860-cı illər. Alman filosofu. Atası bankir, anası dövrünün məşhur yazıçılarından biri olub. Atası öldükdən sonra gənc yaşlarından anasından ayrılıb sərbəst yaşamışdı. Kör iradə, boş təsəvvürdür dünya adlı məşhur əsərini 30 yaşında çap elətdirib. Onun fikrincə dünyada yalnız kör, şüursuz iradə hakimdir. Obyektiv aləm isə təsəvvürün, xəyalın məhsuludur. Həyatda insanın yeganə nəsibi istirabdır. Bu istirabdan qurtarmaq üçün hər cür həyat eşqini ürəkdən qoparıb atmaqdan başqa çarə yoxdur. Fikirləri. Fərdlərin davadalaşı dövlət hakimiyyəti tərəfindən qarşısı alınıb üzə çıxa bilməyəndə daxilə qayıdır və get-gedə artan borc kimi xalqlar müharibəsinə çevrilib tez və böyük məbləğdə qanlı qurbanlar tələb edir. Böyük şəxsiyyət, böyük nəşə mənbəyini özündə tapır. O, kənar impulsu təbiət hadisələrindən, insan əməllərindən və müxtəlif dövr və ölkələrin yetişdirdiyi dahilərin rəngarəng əsərlərində tapır. Əslində, yalnız o bu əsərləri anlaya bilər. Yalnız o bunlardan həzz ala bilər. Həmin dahilər yalnız onun üçün yaşayır, ona müraciət edir, onunla söhbət edirlər. Əksəriyyət üçünsə təbiət gözəlliyi, sənət və kitablar özlərini nə qədər onlarla əhatə etsələr də, cavan qız qoca üçün nədirsə, onlar üçün də elə bir şeydir. Gənclikdə qapının zəngi çalınanda deyərdim, axır ki. 40 yaşından sonra isə deyirəm, vay, gəldilər. Nifrət və acığı sözlə və ya üzün ifadəsi ilə bildirmək faydasız, təhlükəli, ağılsız, gülməli və nəhayət bayağıdır. Bacardıqca nifrətsiz yaşa. Ancaq hər kəsin əməlini yadda saxla ki, onun kimliyini biləsən. Hər hansı tanışının pis əməlini unutmaq çox çətinliklə qazanılmış pulu havaya sovurmaq kimi bir şeydir. Daha geniş mənada demək olar ki, həyatımızın əvvəlki 40 ili onun mətnini, sonraki 30 il isə həmin mətnin şərhini təşkil edir. Leopardi Giacomo 1798-1837-ci illər. İtalyan şairi, filosofu, qraf ailəsində doğulub. Uşaqlıqdan atasına məxsus zəngin kitabxanada çoxlu mütaliə etmiş. Sərbəst latın, yunan, ingilis, alman, fransız və sair dilləri öyrənmişdi. Leopardi odlu, ehtiraslı şeirlərində İtaliyanın köləliyini qamçılayır, onun keçmiş əzəmət və qüdrətini məth eləyirdi. Şeirlərin çoxlu fəlsəfi dialoq və essələrin müəllifidir. Vərəmdən ölmüşdür. Şeirləri kimi esselərində də insanın mənən düşkünlüyünü, həyatın istirab və məyusluqdan, qorxu və həyəcandan başqa heç nə vermədiyini yazan Leopardi, bəşəriyyətin gələcəyinə köləlik kimi baxır. Leopardi, Schopenhauer və Eduard Gartmanla birgə dünya fəlsəfəsində pessimizm üçlüyünü təşkil edir. Qədim zədəgan nəslindən, amma zahirən gözəl olmayan Leopardi, ömrü boyu sevgi həsrəti ilə çırpınmış, lakin sevdiyi gözəllərin hamısı onu rədd etmiş, məhəbbətinə gülmüşlər. Dahi lirik şair və filosof istər-istəməz ətrafında bayram edən cılız və alçaq adamları öz qüdrətli kinayəsi ilə qamçılamalı olmuşdu. Leopardi hər tərəfdə köləlik və şərəfsizlik görürdü. Ümidləri sönük, vaxtından tez qocalmış və ya alçaq köləlik mühitinə uyğunlaşıb, məsləyini, ideallarını gündəlik həyat, nəşə və qazancına satanlar İtaliyası Leopardinin yaradıcılığına tükənməz enerji və qüdrətli ilhamına coşqun bir pərvazlıq verirdi. Bütün dahilər kimi müasirləri Leopardinin qədrini bilmədilər. Ancaq bugün onun adı İtaliya səmasının ən parlaq ulduzlarından biridir. Əsərlərindən parçalar. Təbiətin özümüzə bənzərlərə qarşı bizdə yaratdığı məhəbbət o qədər böyükdür ki,
Bunu bir çox heyvanların və təcrübəsiz uşaqların güzgüdə öz şəkillərinə münasibətindən aydın görmək olar. Onlar güzgüdə gördükləri məxluqun özünə bənzər olduğunu görüb qəzəbdən dəli olur. Bütün nifrətləri ilə özünü döyməyə, öldürməyə çalışırlar. Təbiətcə mülayim olan ev quşları belə acıqla güzgüyə hücum edir, qışqırır. Dimdiyi və qanadları ilə ona zərbələr vurur. Meymunlar isə güzgünü yerə çırpır və əgər mümkünsə ayaqları ilə tapdalayırlar. Bilmirəm hansı bir müdrik haçansa ona deyilən sənə müvəffəqiyyət arzulayıram sözlərinə belə cavab vermişdi. Bir halda ki dinimiz ayrıdır, qohum deyilik, qonşu deyilik və bir-birimizə yaxşılıq eləməmişik, niyə də arzulamayasan? Çoxu səninlə alçaqcasına rəftar eləməyə çalışır. Və əgər sən onların nifrətindən qorunmaq istəyirsənsə, əvvəlan o qədər ehtiyatlı ol ki, bu nifrət sənə xətər yetirə bilməsin. Sonra da elə et ki, sənin onların alçaqlığından xəbərdar olduğunu hiss eləməsinlər. Alçaq və bayağı adamlar həmişə elə zənn edirlər ki, onların hər hansı əməli başqaları tərəfindən ən yaxşı hərəkət kimi qiymətləndirilir və onların niyyətini heç kim başa düşə bilməz. Antik dövrün adamları təmiz olmağa çalışardılar, bənzəməyə yox. Bizim cəmiyyət isə deyir, namuslu kimi görün, amma olma. Həyat həmişə xeyirxahlar üçün zindan, vicdansızlar üçün isə bayram olacaqdır. Dünya təmiz adamlara qarşı dələduzlar ittifaqı, nəcib adamlara qarşı bayağılar ittifaqıdır. Yer üzündə bütün böyük, gözəl və parlaq ideallar ölüb. Təkcə bizim onlara qarşı meylimiz hələ ölməyib. Kont Ögüst 1798-1857 Fransız sosioloqu və filosofu. Pozitivizmin banisi. Çinovnik ailəsində doğulub. Politexniki təhsil alıb. Sonra evlərdə riyaziyyatdan dərs deyib. 1826-cı ildə öz elmi sistemi haqqında mühazirələr oxuyub. Əsəb xəstəliyinə tutulduqdan sonra müəllimlikdən əl çəkməyə məcbur olub. Ömrünün axırına kimi dostlarının və şagirdlərinin maddi köməkliyi ilə dolanıb. Sağlığında əsərlərinin 5 cildi çap olunub. Kont hadisələrə təbiətin dəyişməz qanunlarının zəruri nəticəsi kimi baxır. Onun fikrincə, siyasi və iqtisadi dəyişikliklər sosial tərəqqiyə təsir eləmir. Bunun üçün adamların mənən dəyişməsi vacibdir ki, o da mümkün olan iş deyil. Kont bəşəriyyətin 3 mərhələli inkişafı fikrini və elmlərin yeni təsnifatını irəli sürüb. Onun fikrincə, insanlıq fetişizm, politeizm və monoteizm mərhələlərindən keçir. Kont cəmiyyət haqqında elmi sosiologiya adlandırıb. Onu öz əhəmiyyətinə görə bütün başqa elm sahələrindən vacib hesab edib. Konta görə tarixlə siyasi elm olan sosiologiya arasında heç bir fərq yoxdur. Sosial həyatın təbii qanunları var. Sosiologiya, sosial statistika və sosial dinamikadan ibarətdir. Birinci, yaşayış şəraitini və sosial sistemlərin qanunlarını, ikinci isə sosial qaydaları, təşkilat və harmoniyanı öyrənir. Kont cəmiyyətə bütün hissələrinin bir-biri ilə bağlı olduğu bütün üzv varlıq kimi baxır. O, ailəni cəmiyyətin əsas prinsiplərindən biri hesab edir. İctimai müqaviləni əsarət və rəqabətə qarşı qoyur. Əxlaqi mənəvi rəhbərlik siyasi və təsərrüfat idarəsindən ayrılmalıdır. Bu iş onun həyata keçirilməsi üçün ayrılmış xüsusi adamlara, filosof və incəsənət xadimlərinə tapşırılmalıdır. Pyotr Yakovleviç Çağdayev 1794-1856-cı il Rus filosofu. Zərdagan ailəsində doğulub. Hərtərəfli təhsil alıb. Rus azadlıq hərəkatının və dekabristlər hərəkatının fəal xadimi. 1812-ci il Vətən müharibəsi qəhrəmanı. Mütləqiyyətin və təhkimçiliyin qatı əleyhidarı. Çağdayevin 1832-ci ildə bir parçası, 1836-cı ildə isə bütöv çap olunan ilk fəlsəfi məktubu o zamanki Rus sosial mənəvi həyatında bomba partlayışı təsiri bağışlamışdı. Çap olunduğu Teleskop jurnalı bağlanmış, redaktoru Nadejdin sürgün edilmiş, müəllif isə dəli elan olunmuşdu. Çağdayevin fəlsəfi məktubları, xüsusilə birinci məktubu, Qərbin ən parlaq təfəkkür səviyyəsində yazılıb,
Rus fəlsəfi fikir tarixində bütöv bir mərhələ təşkil edir. Çağdayevin uzun illər yalnız əlyazması şəklində yayılmış fəlsəfi məktubları öz dərin, amansız həqiqətləri ilə bugün belə aktual və təzədir. Görkəmli inqilabçı mütəfəkkir Plexanov yazırdı ki, Çağdayevin təkcə birinci məktubu Rus fikri üçün başqalarının kubmetrlərlə yazdığı əsərlər külliyyatından hədsiz dərəcədə çox iş gördü. Çağdayev öz aydın zəkası ilə Rus tarixinin özünə məxsus faciəsinin, Rus sosial və mənəvi həyatının ağır, dözülməz mənzərəsinin səbəblərini misilsiz bir vətəndaşlıq hünəri ilə açıb göstərmişdi. Çoxəsirlik Rus köhləliyinin köklərini istər ondan qabaq, istərsə də sonra heç kim belə dərinliklə üzə çıxarmamışdı. Çağdayev xalqını ruhi inqilaba, ruhi yenidən doğulmağa çağırmışdı. Əsərləri son illərdə dönə-dönə nəşr olunur. Birinci fəlsəfi məktubundan parçalar. Hər xalqın tarixində gür həyəcanlar dövrü olur. Ehtiraslı, narahat, düşünülməmiş, məqsədsiz fəaliyyətlər dövrü. Belə vaxtlarda adamlar avara sərgerdan kimi dünyanı gəzib dolaşırlar. Bu cür dövr güclü hissiyatlar, coşqun ehtiraslar və geniş əməllər dövrüdür. Belə vaxtlarda bütöv xalqlar tamamilə səbəbsiz, amma gələcək nəsillər üçün faydasız olmayan həyəcan içində axın edir. Bütün cəmiyyətlər belə dövrlərdən keçib, bütün parlaq xatirələrinə, tarixlərinin qəhrəmanlıq səhifələrinə, poeziya və ən güclü və bəhrəli ideyalarına görə xalqlar məhz həmin dövrə borcludular. Bu dövr bütün cəmiyyətlər üçün zəruri olan bir əsasdır. Əks təqdirdə xalq yaddaşında əzizlənən, sevilən parlaq heç nə qalmaz. Xalqların tarixində ən cazibədar bir fəza olan bu dövr, onların gəncliyi, yetkinlik dövrlərinin sevincləri üçün ehtiyat xəzinəsi olan misilsiz xatirələrdir. Bizdə isə buna bənzər heç nə yoxdur. Əvvəlcə vəhşi barbarlıq, sonra kobud nadanlıq, daha sonra isə amansız və təhqiramiz yadelli əsarəti. Bütün bunlardır sonralar milli hakimiyyətimizin ruhuna çevrilən gəncliyimizin kədərli tarixi. Biz o millətlər qisminə daxilik ki, bəşər cərgəsinə sanki daxil deyil və sanki yalnız ona görə mövcuddur ki, həmişə dünyaya nə isə ibrət nümunəsi göstərsin. Bəs biz nə vaxt özümüzü bəşəriyyət içində görəcəyik və bunu əldə etmək üçün nə qədər əzablardan keçməliyik? Carlyle Thomas 1795-1881 İngilis tarixçisi və filosofu. Şotlandiyada kəndli ailəsində doğulub. Edinburgh Universitetində təhsil alıb. Bir müddət riyaziyyat müəllimi işləyib. Sonralar ədəbi fəaliyyətə başlayıb. Alman ədəbiyyatı haqqında məqalələr və ondan tərcümələr çap etdirib. İlk böyük əsəri Sartor Resartus romanıdır. Tarixdə qəhrəmanlar və qəhrəmanlıq əsərində Carlyle özünü tarixin fəlsəfəsi konsepsiyasını yaradır. Fəal ruhlu, parlaq, fərdiyyətli bir şəxsiyyət dərəcəsinə yüksəlir. O romantik, zəddagan individualizmini məth eləyir. Mənəvi qüvvət onun üçün meyardır. O bütün şəxsiyyətləri xalq kütləsini irəli aparan, sənət və mədəniyyətin və ümumiyyətlə tarixin yeganə yaradıcısı hesab edir. Bu mənada ilk əsərlərində 19-cu əsr burjuaziyasını tənqid edib, fransız inqilabçılarını rəğbətlə tərənnüm edir. 40-cı ildən sonra isə Carlyle hər cür inqilabın əleyhinə çıxıb kapitalizmi məth eləyir. O yeni zədəganlar nəslinin yetişdirilməsini yeganə çıxış yolu sayıb, belə iddia eləyir ki, zahiri geyimlər, emblemlər arxasında əbədi, dəyişməz həyat davam edir. Carlyle təbiətə Allahın varlığının mahiyyəti kimi baxır. Bu mahiyyət yalnız güclü intuisiyası olan şəxsiyyətlərə öz sirlərini açır. Fransız inqilabı, Oliver Cromwell məktubları və nitqləri, 2. Friedrich, son günlərin pamfletləri, tarixdə qəhrəmanlar və qəhrəmanlıq, keçmiş və indi və başqa əsərləri rus dilində nəşr olunmuşdu. Həyat etikası kitabından. Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir. Onların əsərlərinin və əməllərinin sayəsində dünyanın işığı artır. Belə adamlar haqqında xatirələr və onların həyat tarixi,
gücünün dəyəri, görünməmiş dərinliklər fəth etməsinə imkan yaradan şəxsi mülkiyyəti müqəddəsdir. Xalqın içindən göylərin bilinməz ədalətini görən və onun yer üzündə bütün hadisələr və qüvvələr üzərində hakim olduğunu bilən nə qədər oğullar vardır. Nə qədər oğullar vardı ki, xalqlar onun şöhrəti arxasında dayanıb. Nə qədərdir, amma çox deyil. Hər şeyə qadir olan ulu göylər bizə daim ürəyi daşdan deyil, ətdən və qandan olan yeni oğullar göndərir. Amma əvəzində onların, xalqın tərbiyəçisi olan bu adamların taleyinə ağır bədbəxtlik və tənhalıq qismət olur. Gizo François 1787-1874-cü illər. Fransız tarixçisi, moralist və dövlət xadimi. Fransa Akademiyasının üzvü. Universitetlərdə dərs deməklə uzun illər yüksək dövlət vəzifələri, o cümlədən müxtəlif nazir vəzifələri daşımışdı. 1842-ci ildə hətta baş nazir olmuşdu. Bununla bərabər daim yaradıcılıqla məşğul olmuş və bir-birinin ardınca Fransa tarixi üzrə təcrübələr, yeni tarix kursu, İngiltərə inqilabının tarixi, Avropa sivilizasiyasının tarixi, Fransa sivilizasiyasının tarixi əsərlərini yazmışdır. Gizo yazır ki, xalqın ki arxasında uzun və şərəfli tarixi oldu, onu öz kökü ilə bağlayan telləri qırıb kəsmək olmaz. Bunun üçün nə qədər çalışsalar belə. Xalq əgər böyük dəyişmələrə məruz qalanda belə, o öz xarakterində, onun taleyi bir zamanlar tarixin müəyyən etdiyi şəkildə qalacaqdır. Gizo publisist tarixçidir. O öz coşqun ehtiraslı dövrünün siyasi xadimidir. Baxışlarının məqsəd yönlüyü və rəngarəngliyi ilə bərabər o dövlət xadimi və başçısı kimi tərəqqipərvər olmasa da fikirləri çox zaman obyektiv xarakter daşıyır. Əsərdən parçalar. Sivilizasiya gizli, mürəkkəb, asanlıqla təsvirə və tərənnümə gəlməyən, bununla belə mövcud olan, təsvir və tərənnümə layiq olan bir faktdır. Soruşmaq lazımdır. Bəs o xeyirdirmi, yoxsa şər? Bəziləri ona ümidsizcə baxır. Bəziləri ona heyrandır. Soruşmaq olar, sivilizasiya ümumi bəşər faktormu? İnsanlığın ümumdünya sivilizasiyası varmı? İnsanlar müəyyən bir məqsədə can atırmı? Onlar əsrlərdən əsrlərə adlaya-adlaya bir-birlərinə nəsə solmaz, nəsə daim artan və qiymətli xəzinə kimi qorunan ölməz bir şey verirmi? Başqa bir nümunə. Xalqın maddi həyatı az qənaətbəxş və əlverişlidir. Hərçənd ki dözülür. Amma onun mənəvi və əqli tələbatı nəzərdən qaçırılmayıb və müəyyən sərbəstlik verilib. Bu xalqın saf, uca hisslərinin inkişafına qayğı göstərilir. Bununla belə azadlığın hər cür təzahürü boğulur. Doğrudur, hamıya müəyyən dərəcədə həqiqət payı verilir. Amma heç kəsin ayrılıqda həqiqət axtarmasına yol verilmir. Durğunluq belə xalqın ən xarakterik mənəvi simasını təşkil edir. Teokritik üsul idarənin hakim olduğu əksər Asiya dövlətlərində vəziyyət belədir. Məsələn, Hinduslarda. Sualımı təkrar edirəm. Bu xalq sivilizasiyalıdırmı? Təkrar edirəm. Şəxsi müstəqillik hissi, qeyri-şüuri olaraq azadlığa can atmaq nə Roma, nə də xristian cəmiyyətlərinə məlum deyil. Onu gətirən və Avropa sivilizasiyasının beşiyinə qoyan barbarlar olub. Fechner Gustav Theodor 1801-1887 Alman fiziki, psixoloqu və filosofu, Leipzig Universitetinin professoru. Gözləri zəifləyəndən sonra fizikanı atıb fəlsəfə ilə məşğul olmağa başlayıb. Fechnerə görə bütün kainat canlıdır. Materiya psixi həyatın kölgəli əks tərəfidir. O öz ideyasını riyazi və eksperimental yolla əsaslandırıb yeni elm sahəsini, psixofizikanı yaratmışdır. Psixofizika elementləri adlı başlıca əsərində eksperimental psixologiyanın inkişafında inqilab yaratmışdı. İlk psixofizika qanununun duyğuların intensivliyi, qıcıqlandıranın intensivlik loqaritmasına proporsionaldır, yaradıcısıdır. Fechnerin ideyası duyğuların təbiətinin aydınlaşdırılmasında və
yaddaşın öyrənilməsində yeni imkanlar açmışdı. Fechner öz metodunu elementar estetika sahəsinə tətbiq edərək eksperimental estetikanın əsasını qoymuşdu. Onun 1915-ci ildə rus dilində nəşr olunan Həyatın ölümdən sonraki davamı əsəri 20-ci əsrin birinci yarısında bir çox dillərə tərcümə olunaraq geniş yayılmışdı. Fechner həm də çoxlu satirik əsərlər yazıb Doktor Mises imzası ilə çap etdirmişdir. Stirner Max 1806-1856 Alman filosofu. Bayreuthdə yoxsul ailədə doğulub. 7 yaşındaykən atası ölüb. Anası təzə əri ilə birgə Qərbi Rusiyaya köçüblər. Max doğma şəhərlərində qohumları ilə qalıb. Əvvəlcə gimnaziyada, sonra isə Berlin Universitetinin fəlsəfə fakültəsində oxuyur. Təhsilini bitirdikdən sonra qadın gimnaziyasında qədim dillərdən dərs deməklə dolanır. Bir sıra siyasi sosial məqalə və esselər çap etdirdikdən sonra 1845-ci ildə özünün şah əsərini və anarxizmin manifesti olan Fərd və onun mülkiyyəti əsərini çap etdirir. Kitab böyük hayküyə səbəb olur. Əsər 2 hissədən ibarətdir. İnsan və mən. Müəllif Fərd və onun mülkiyyəti əsərində individualizmi son həddinə qaldırıb. Sosial həyatın bütün birləşmələrini, dövləti, hüququ, ailəni, partiyalar və hətta dini və başqa sosial kollektivləri və orqanizmləri rədd edir. Stirnerə görə fərd mütləq azad olmalı. Heç bir obyektiv faktor onun əl-qolunu bağlamamalıdır. O yalnız şəxsi mülkiyyəti vacib, əbədi və dəyişməz hesab edir. Stirner insanın tarixini təsvir edir. Kimdir insan? Əvvəl nə olub? İndi nədir? Və onun mənə nə dəxli var? Çap olunandan bir müddət sonra əsər ətrafında ehtiraslar soyuyur. Stirner maddi əziyyət çəkir. Günlərlə ac qalır. Əsərinə görə onu heç yanda işə götürmürlər. Hətta həbsxanada yaşamağa da qoymurlar. Nəticədə zəhərli milçək sancmasından 50 yaşında vəfat edir. Qəbri çox sonralar tapılır. Əsəri dönə-dönə nəşr olub. Adı Alman fəlsəfi fikir tarixində görkəmli yer tutub. Fikirlərindən nümunələr. Gözünü ilk dəfə açan dəqiqədən bəri bütün başqa canlılarla bərabər insan da həyat burulğanında özünü tapmağa çalışır. Digər tərəfdən, körpə onunla təmasda olanlardan özünü hər cür qorumağa, mənliyini təsdiq etdirməyə çalışır. Bir halda ki, hər kəs özünü müdafiə edib, daim başqaları ilə toqquşur, onda özünü təsdiq uğrunda mübarizə də labüddür. Mübarizə isə qalib gəlmək və məğlub olmaq kimi iki ziddiyyətin biri ilə nəticələnir. Qalib gələn ağa, məğlub olan təbəə olur. Qalib əzəmətə çatır və bu əzəmətin bəxş etdiyi hüquqdan istifadə edir. Təbəə isə mütiliklə təbəəçilik borcunu yerinə yetirir. Bununla belə, onlar düşmən olaraq qalır və daim hazır vəziyyətdə dayanırlar. Onlar bir-birinin zəif cəhətlərini öyrənir. Uşaq valideynlərin zəifliyini, valideynlər isə uşaqların nədən qorxduqlarını. Ya dəyənək insana qalib gəlir, ya insan dəyənəyə. İlahilik Allahın işi, insanlıq insanların işidir. Mənim işim nə ilahi, nə bəşəri, nə xeyir, nə şər, nə ədalət, nə də azadlıq işidir. Mənim işim istisna olaraq mənim şəxsi işimdir. Və bu iş ümumi deyil, fərdidir. Necə ki, mən özüm də fərdəm. Mənim üçün məndən yüksək heç nə yoxdur. Xalq xoşbəxt olanda mən bədbəxt oluram. Xalqın səadəti mənim bədbəxtliyimdir. Dövlət asılılıq toru, hörgüsüdür. Birinin digərinə bağlılığıdır. Birinin digərini daim tutub saxlamasıdır. Darwin Charles 1809-1882 İngilis təbiətşünası, filosofu. Həkim ailəsində doğulub. Əvvəlcə Edinburgh, sonra Cambridge universitetlərində oxuyub. Sonra gəmidə dünya səyahətinə çıxıb. 1859-cu ildə nəşr olunan Növlərin əmələ gəlməsi adlı məşhur əsərində təbiətşünaslıqda materializm ideyalarını irəli sürmüşdü. Darwinə görə canlı aləm ətraf mühitə daha tez uyğunlaşır və hər təzə nəsil özündən əvvəlkindən fərqlənir. Bu da həyat uğrunda mübarizənin əsasıdır. Yaşamaq uğrunda mübarizə bütün canlı aləmin insan cəmiyyətlərindən başqa
həyat formasıdır və bu mübarizədə daha sağlamlar və şəraitə daha çox uyğunlaşanlar qalib gəlir. Darwinə görə insanın sosial qayəsi onun ötəri, keçici egoizmindən daha güclü və daimidir. Əgər müəyyən hadisə zamanı egoistik hisslər üstünlük qazanırsa, sonradan sosial meyllər qələbə çalır. İnsan peşmançılıq keçirir. Darwin təkamül nəzəriyyəsinin də banilərindən biridir. O, təbiətdə hər şeyin tərəqqiyə doğru inkişaf etdiyini bildirir. Növlər bəsitdən mürəkkəbə, ibtidaidən aliyə doğru gedir. Darwin nəzəriyyəsinə ən çox mübahisə doğuran yaşamaq uğrunda mübarizə konsepsiyasıdır. Bu konsepsiyadan istifadə edərək sosiologiyada xüsusi bir cərəyan, sosial darvinizm meydana gəlmişdi. Həmin cərəyanın görkəmli nümayəndələri Gumplovich, Becgot, Patsenhofer, Small, Sumner, Chamberlain, Lyapuş, Amon və başqaları görkəmli təbiətşünasın nəzəriyyəsini cəmiyyətə tətbiq edərək iddia edirdilər ki, hər hansı cəmiyyətdə də heyvanlar aləmində mövcud olan qanunlar hökm sürür. Güclülər həyata uyğunlaşanlar, hiləgər və riyakarlar həyatda qalib gəlir. Beynəlxalq aləmdə isə güclü, amansız, hiləgər dövlətlər zəifləri əsarət altına alırlar. Mirzə Fətəli Axundzadə 1812-1887-ci illər. Azərbaycan dramaturqu, filosofu. Azərbaycan realist ədəbiyyatının banisi. Şəki şəhərində doğulmuş. Gəncədə məşhur şair Mirzə Şəfi Vazehdən dərs almış. Tiflisə köçüb orada yaşamışdı. Qəbri də oradadır. Rus ordusunda və Qafqaz canişininin baş dəftərxanasında xidmət edib. Podpolkovnik rütbəsində istefaya çıxmışdı. Yaradıcılığa şeirlə başlayan Axundov uzun illər material və qüvvə toplayıb 19-cu əsrin 50-ci illərində dünya dramaturgiyasının ən yaxşı nümunələri səviyyəsində 6 misilsiz komediya yazmışdır. Bu komediyalar zəngin koloriti, ağıllı və mənalı mükamələ və monoloqlar, gərgin, kəskin və həyati konflikti və məzmunu, gözəl, mənalı dili və nəhayət canlı, təbii, təravətli obrazları ilə bugün maraqla baxılır və oxunur. Axundovun Aldanmış Kəvakib hekayəsi tarixi janrda bugün də nümunə sayılacaq nəsr əsəridir. Sərt realizmi ilə seçilən bu əsərdə xalq və dövlət, qəhrəman və xalq məsələləri öz obyektiv həllini tapmışdı. Buradan çıxan nəticələr onun elmi məqalələrindən çıxan nəticə ilə çox yerdə fərqlənir. Axundov çoxlu tənqidi, estetik və fəlsəfi məqalələrində müəllifidir. Kainatın sonsuz və əbədi olduğunu, təbiət qanunlarının dəyişməz və hər şeyə qadir olduğunu iqrar edən Axundov dualizmi rədd edir. Elmin köməyi ilə dünyanın dərk edilməsinin mümkünlüyünü, insan ağlının azadlığını və qadirliyini irəli sürür. Axundova görə idrak beyinsiz mövcud ola bilmədiyi kimi ruh da bədənsiz yaşaya bilməz. Yumun subyektiv idealizmini tənqid etmiş, bütün dinləri mədəniyyət və tərəqqi üçün əngəl saymışdı. Onun ateist baxışları Kəmalüddövlə məktublarında geniş və hər tərəfli ehtiraslı və publisistik dillə əks olunmuşdu. Axundovun fikirlərindən hər varlığa bir səbəb lazımdır. Heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır. Bu bir əqidədir ki, onun vasitəsilə şəriətçilər naturalist filosoflara qarşı Allahın isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə naturalistlər cavab verirlər. Bu halda səbəbin özü də bir varlıq olmaq etibarı ilə başqa səbəbə möhtac olur. O başqa səbəb də eyni surətdə, nəticə nəhayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyil. Çünki ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa sonsuz silsilə əmələ gələr. O halda ağlın hökmünə görə hər bir varlığın səbəbə möhtac olması haqqında şəriətçilərin gətirdikləri dəlil yanlışdır. Doğrudan da varlığın səbəbə möhtac olması haqqındakı dəlillərin zəifliyi gün kimi aydındır. Naturalistlər şəriətçilərə deyirlər: səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz gərək bir yerdə dayanıb etiraf edəsiniz ki,
varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir. İkinci surətdə varlıq üçün səbəbiyyət ortalıqdan çıxır və sübut olunur ki, səbəbsiz də varlıq ola bilər. O halda biz nə dəlillə təsdiq etmirik ki, həmin səbəbsiz vücud görünməyən, şübhəli və mövhumi varlıq deyil. Elə bu görünən və hiss olunan kainatın özüdür. Və siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır. Halbuki bizim və sizin etiqadınıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. Belə olduqda incəlikləri düşünən ağlın göstərdiyi kimi, kainatın öz varlığında dayanmağımız layiq deyilmi? Kierkegaard Søren 1813-1855 Holland filosofu. Kopenhagendə varlı ailədə doğulub. Universitetin teologiya fakültəsini bitirib. Əsəbi adam olub. Atası öləndən sonra böyük vərəsə sahibi olan Kierkegaard tənhalığa çəkilib. Yaradıcılıqla təsəlli tapır. Ekzistensializmin banisi sayılır. Müxtəlif imzalarla çap olunan əsərlərindən Ya elə ya belə, Ən bədbəxt, Fərd, Ləzzət və borc, Günahkardır, günahsızdır, Qorxu və dəhşət və s. göstərmək olar. Bu əsərlərin heç biri müəllifin sağlığında şöhrət qazanmamış. Əksinə onun gülüş hədəfinə çevrilməsinə səbəb olmuşdu. Əsərləri patetikliyi və pafosu ilə fərqlənir. Çox yerdə fəlsəfi kateqoriyalar haqqında adi danışığı xatırladır. Əsərləri rus dilində inqilabdan qabaq, Sovet dövründə isə bəzi parçalar çap olunmuşdu. İnsan həyatının puçluğunu tərənnüm edən Kierkegaard'a görə obyektiv aləm dərk olunmazdı və ölümdən başqa qadir əbədi heç nə yoxdur. İnsanın bu dünyada nəsibi yalnız istirabdır və güya istirablara vurulmaq, onları sevmək lazımdır. Bu baxımdan əzabkeşlik dini olan xristianlıq həyata məna və dəyər verə bilər. Fikirlərindən nümunələr. Günəş necə cazibədardır. Otağımı necə nəvazişkar şəfəqlə çimdirir. Küçədə sakitlikdir. Çünki bazar günüdür. Mən torağayların mahnısını eşidirəm. O pəncərəmin dalında gözəl qızın yaşadığı qonşu bağların birində oxuyur. Uzaq küçələrdən axşam alverçilərinin səsi gəlir. Hava ilıq, şəhər sanki donub qalıb. Bu zaman uzaq gəncliyimi, ilk məhəbbətimi xatırlayıram. O zamanlar həsrət içində idim. İndi isə həsrətimin həsrətini çəkirəm. Gənclik nədir? Yuxu. Məhəbbət nədir? Yuxuda gördüklərimiz. İnsanlar axmaqdılar. Onlar heç zaman malik olduqları azadlıqdan istifadə eləmirlər. Əksinə, olmayan azadlığa can atırlar.